Süni intellekt Quran yaza bilərmi? Süni intellekt mövcud dilləri, üslubları, qafiyə və ritm sistemlərini öyrənərək çox mürəkkəb və poetik mətnlər yaza bilər. O, Quranın zahiri xüsusiyyətlərini, qısa ayə forması, qafiyələnmə, ritmik axıcılıq və yüksək təsir gücü yaradan ifadə üsullarını təqlid edə bilər. Bu baxımdan, süni intellekt zahirən Qurana bənzər mətnlər yarada bilər. Ancaq Quranda yalnız dil və üslub yoxdur, həm də dərin fəlsəfi, elmi, metafizik məzmun, daxili məntiq və bütöv sistem var. Quran ümumiyyətlə bəşəri dəyərlərdən bəhs edir. Məsələn, ədalətli olun, bu təqvaya daha yaxındır. Maidə 8. Ata-anaya uf belə demə. İsra 23. Ölçü və çəkiyə ədalətlə riayət edin. Ənam 152. Günahsız birini öldürən sanki bütün insanları öldürmüşdü. Maidə 32. Allah yaxşılıq edənləri sevir. Bəqərə 195. Yetimlərin malını yeməyin. Nisa 10. Qohum, kasıb, müsafir haqqını almalıdır. İsra 26. İsraf etməyin, xəsis olmayın. Furqan 67. Övladlarınızı yoxsulluq qorxusu ilə öldürməyin. İsra 31. Bilmədiyiniz işin ardınca getməyin. İsra 36. Yerdə təkəbbürlə gəzməyin. İsra 37. Allah yalançıları doğru yola yönəltməz. Zümər 3. Ədalətli şahidlik edin. Nisa 135. Hakimləri rüşvətlə ələ almayın. Bəqərə 188. İçki və qumardan uzaq durun. Maidə 90. Allah sələmi məhv edər, sədəqəni artırar. Bəqərə 276. Ərli qadınlarla münasibət haramdır. Nisa 24. Zalım olanlara meyl etməyin. Hud 113. Nifrət sizi ədalətsizliyə sövq etməsin. Bağışlamaq təqvaya yaxındır. Maidə 8. Bəqərə 237. Süni intellekt bu bəşəri dəyərlərə qarşı nə yaza bilər? Bunların əksini? Süni intellekt insanlara zülmü, ədalətsizliyi, fəsadı tövsiyə edəcək. Süni intellekt bu səbəbdən Quran yaza bilməz.